Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Konstitusiya və suverenlik ili çərçivəsində Qubadlı rayon Hafiz Quliyev adına Çaytumaz kənd məktəb liseyində Qarabağ müharibəsi zamanı Ağdəmin Sırxavənd kəndi istiqamətində gedən ağır döyüşlərdə itkin düşmüş, əslən Qubadlı rayonunun Eyvazlı kəndindən olan şəhid leytenant Cərrah Həsənov Qərib Müzəffəroğlunun 70 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev qeyd edib ki, 1-ci Qarabağ müharibəsində Qubadlı rayonundan 238 nəfəri şəhid olub. 1-ci Qarabağ müharibəsi zamanı 281 nəfər əlil, 115 nəfərdən çox Qubadlı sakini isə itkin düşüb. 44 günlük vətən müharibəsində Azərbaycan ordusu Müzəffər Ali Başkomandan Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa edib. Çıxış edənlər şəhidimizlə bağlı öz xatirələrini bölüşüblər və qeyd ediblər ki, şəhidlərimizin ailələri həmişə dövlət tərəfindən diqqət mərkəzində olub. Son illər Respublikamızda şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər bunun bariz nümunəsidir. Şəhidimizin həyat yoldaşı Kifayət Həsənova və övladları göstərdikləri diqqət və qayğıya görə Ali Başkomandan Prezident İlham Əliyevə, 1-ci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, əslən Qubadlı rayonunun Eyvazlı kəndindən olan Həsənov Qərib Müzəffəroğlu 1955-ci il dekabr ayının 29-da Sumqayıt şəhərində anadan olub. 1992-ci il fevral ayında Xocalı soyqırımı baş verdikdən sonra Qərib Həsənov qisas eşqi ilə yaşamağa başlayır və könüllü olaraq Azərbaycan Milli Ordusuna yazılmağa qərar verir. O, Ağdam rayonunun Sırxavənd kəndi istiqamətində gedən ağır döyüşlərdə iştirak edib. Həmin döyüşlər zamanı 13 yaralı əskərin həyatını tək başına xilas edən Qərib Həsənov mühasirədə olan digər əskərlərin həyatını xilas etmək üçün onların ardınca gedərək bir daha geri qayıtmayıb. Sonradan həmin ərazidə hərbi texnikanın vurulduğu xəbəri verilir. Qərib Müzəffəroğlu Həsənov bu hadisədən sonra itkin düşüb və rəsmi olaraq şəhid elan edilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin.